Salam əziz izləyicilər, mən Sabirli Salatın Riyaziyyat və Məntiq müəllimi. Bugün Elsəvər Vəliyev Məntiq, Riyaziyyat Məntiq kitabından LGS 2-ni Riyazi Məntiq hissəsini çəkəcəyik. Xoş seyirlər, başlayaq. Birinci sualda deyir ki, 3, 4, 6 və 10 ədədləri aşağıdakı kəsirlərdə hər biri bir dəfə olmaqla yazılarsa ən böyük cəm necə alınır? Bu cür çalışmalarda yoldaşlar hər zaman birinci ən böyüyü ən kiçiyə bölürük. Sonra digər ikinci ən böyüyü ikinci ən kiçiyə bölürük. Burada 2-yə ixtisar yaparsaq 3 olacaq. 3-də 10 üzərinə gəlirik. 2-də 3-ü bərabərdir. Hər ikisinin ortaq məxrəc 6 olacaq. 20 üstünə gəl 9. O da olacaq 6-da 29 C variantı. İkinci sualda bir aşağıdakı şəkildə neçə üçbucaq var? Bu zaman biz yuxarıdakı o balaca üçbucaqları sayırıq ki 1, 2, 3, 4, 5. 5 dənə yuxarıda, plus 5 dənə aşağıda, plus baxın burada bax bu hissə buradan təpə nöqtələri bunlar olan və təpə nöqtələri bu olan 2 dənə də bu üçbucaq. Elədi 12 dənə üçbucaq. Cavab B variantı. Üçüncü sualda 1-dən 100-ə qədər olan ədədlərdə yazarkən neçə dənə 2 rəqəmi istifadə olunmuşdur? Yoldaşlar, bu hazır olaraq yadınızda saxlamalısınız ki, 1-dən 100-ə kimi bütün rəqəmlərdən 20 dəfə 100-ə kimi, yəni 1-dən başqa da 1 artıq 21 olacaq. Baxın, 1-dən 21 dəfə istifadə olunacaq. Əgər 100 də daxildirsə, yox 100-ə kimi deyirsə, 100-ə qədər deyirsə, bəli, burada 100-ə qədər dediyinə görə yəni bütün rəqəmlərdən 20 dəfə istifadə olunur. Burada demir ki, üzərində, yəni içində 2 olan neçə dənə ədəd var demir. Deyir ki, 2 neçə dəfə istifadə olunmuşdur. Məsəl üçün, 21-də 1 dəfə istifadə olunub. Amma 22-ni biz 2 dəfə sayacağıq 2-ni. Çünki burada 2 dəfə 2-dən istifadə olunub. Deməli, bütün rəqəmlərdən 1-dən 100-ə qədər 20 dəfə istifadə olunub. Dördüncü sual. Dördüncü sualda, məsəl üçün, mən belə 1 yazım, 2 yazım, 3 yazım, 4, 5, 6, 7, 8, 9. Deyir ki, əgər 2 çarxı saat əqrəbi istiqamətində, yəni bu istiqamətdə hərəkət eləyirsə, 8 nömrəli çarx hansı istiqamətdə hərəkət eləyəcək? Yoldaşlar, 2 bu istiqamətə çönürsə, deməli 3 bunun əksinə çönəcək. 3 saat əqrəbinin əksinə gedirsə, deməli 4 saat əqrəbi istiqamətində gedəcək. Bu zaman 6, yəni 6 necə gedəcək? Baxın, beləsinə aparırsa, bu da deməli belə gələcək. Sonra 7 də deməli, 7 də bu tərəfə gedəcək. Saat əqrəbi istiqamətində. 8 də bunun əksi, saat əqrəbinin əksi istiqamətində gedəcək. Cavab B variantı olacaq. 15, daha doğrusu 5. 5-ci sualda deyir ki, eyni rəngdəki kubların yan-yana və alt-alta gəlmə ehtimalları olmadığına görə, yəni qaralar nə yan-yana gələ bilir, nə də ki alt-alta gələ bilmir. Bu cür hal yoxdur. Ona görə şəkildə deyir, neçə ədəd qara var. Yoldaşlar, biz bunu, baxın, 3 dənə sütun kimi, baxın, birinci sütun, ikinci sütun və üçüncü sütun kimi qəbul edəsək. Birinci sütunda neçə dənə qara var? 1, 2, elə bil 3 dənə 9-luq kvadratları elə bil yan-yana qoymuşuq. 3 dənə 9-luq kvadratları yan-yana qoymuşuq sanki. 3 dənə 9 dənəlik kvadratı yan-yana qoymuşuq. Baxın, 1, 2, 3, 4, 5. 5 dənə birinci listə,
Sonra ikinci listə baxın, bir dənəsi burada ortadadır. Baxın burada. Baxın bu ortadakı. Sonra iki dənə bunun, bax biri buradakı, biri də bunun ən altındakı. Bu, yəni bu ağın digər üzündə. 1, 2, 3 və bir dənə də bunun digər tərəfində 4. 4 dənə ortadakı listədir. Baxın bu listədir. Yenə 5 dənə arxadakı listədir. Onda olacaq ümumilikdə 14 dənə qara kvadrat olmuş olacaq. Yəni cavab C variantı. 6-cı sualda qaçış yarışında həmin anda N+8-ci yerdə olan idmançını keçən adam 2N+3-cü yerdə olarsa N neçənci yerdədir? Yoldaşlar, tutaq ki, baxın bu birinci artıq finişə çatır. Bura finişdir. İkinci yerdə qaçan var, üçüncü yerdə olan, dördüncü, beşinci və altıncı yerdə olan sıra olaraq altıncı yerdə olan idmançı var. Baxın bu 6 gəlib bu 5-ci adamı keçəndə neçənci olmuş olur? 5-ci olmuş ola bilirmi? Yəni bu ikisi yerlərini dəyişirlər də. 5 bu yana keçir, 6 bu yana. Deməli 6 burada gəlib dayanırsa neçənci olur? 1, 2, 3, 4, 5-ci yerdə durur. Yəni N+8 bərabər olur 2N+3-ə. Buradan N də bərabərdir. N də bərabərdir 5-ə, B variantı. Sonra 7-ci sual. 5 ölçülü lövhədə 25 xanaya bölünüb. Onun üzərində sağa, sola, yuxarı, aşağı hərəkət edən 2 ölçülü kvadrat çərçivə yerləşdirilmişdir. Yəni bu qara kvadratı görürsünüz də hər halda daha bəlirgin. Bu 2 ölçülü kvadrat dəyişir. Buradan məsəl üçün beləsinə də gələ bilər bu tərəfə və yaxud da aşağı sürüşə bilər buradakıları və yaxud da 11, 12, 16, 17-ni əhatə eləyə bilər. Bu cür hərəkət eləyən bir 4 xana var. Deyir ki, şəkildəki misalda 3, 4, 8 və 9 xanaları çərçivənin daxilində qalıb. Bəli. Bizdən nə istəyir? Çərçivənin daxilində qalan ədədlərin cəmi 80 olarsa, aşağıdakı ədədlərdən hansı bu ədədlərdən biridir? Yəni o 4 ədəddən biri hansıdır? Və cəmi də deyir ki, 80-dir. Həmin o 4 ədədin. 4 ədədin. İndi biz baxırıq şəkilə. Baxıram ki, hansı ədədlərin cəmi 80 ola bilər? Məsəl üçün, mən bu axırıncı 4-lüyü götürsəm, 19, 20, 24, 25-i götürsəm, bunların cəmi eləyir, 80-dən yüksək eləyir, 84 eləyir. Deməli, bu deyil. O da olacaq, məsələn, baxın, bu olacaq. 17, 18, 22, 23 olacaq bizim ədədlərimiz. Bunlar olacaq. Deməli, 17, 18, 22 və 24 olacaq bizim ədədlərimiz. Bunlardan da hansı biri var cavabda? 22 var. Deməli, cavabımız C variantı. Sonra 8-ci sualda. 8-ci sualda nədir? 2, 3, 5 və 8 ədədləri aşağıdakı vurma cədvəlində A, B, C, D ifadələrinin yerinə yazılır. Alınan 4 hasilin cəmi ən çoxu neçə ola bilər? Yoldaşlar, baxın, burada da yenə biz eləməliyik ki, bu ən böyük ədədimiz həm 5-ə vurulsun. Çünki bizdən cəmin ən böyük qiymətini istəyir. Həm də 3 vurulsun. Yəni, baxın bu şəkildə. Olacaq bura 40, bura 24, bura 10, burada 6. Cəmimiz də eləyəcək 30, 80. C variantı. Sonra 9. Elektron saat vaxtı 4:44 olaraq göstərir. 4:44 olaraq göstərir. Ən az neçə dəqiqə vaxt sonra rəqəmlər yenə deyir, hamısı eyni olacaq. Deməli, bu nə olmalıdır? 5, 5, 5 olmalıdır. 5:55, yəni saat 5:55 olmalıdır. Bunun üçün də 5:55-dən çıxacam 4:44-ü. 1 saat 11 dəqiqə. Yəni 60 + 11 o deyir 71
dəqiqə B variantı. 10-cu sualda nə istəyir? Deyir, 3 qarpızı 2 tərəziyə qoyulur və tərəzi uyğun olaraq 8, 10, 12 göstərir. Yəni, bilirsiniz nə deməkdir? 2 qoymaq. Yəni, birinci qarpızla A deyək ona, A ilə B-ni qoyub 8 göstərir. B ilə C-ni qoyub 10 göstərir. A ilə C-ni qoyub 12 göstərir tərəzi. Ən ağır qarpızın çəkisi neçə kiloqram olar? Yoldaşlar, mən bax bu 3 dənə ifadəni alt-alta cəmləyirəm. 2 dənə A, üstə gələ 2 dənə B, üstə gələ 2 dənə C. Bərabərdir 20, 30. Sonra mən buradan 2-ni ortaq vuruq çıxardıb yazıram. A plus B plus C bərabərdir 30. Deməli, A plus B plus C nəyə bərabərdir? 15-ə. Mən bunların üçünün cəmlərini tapdım ki, 15-dir. Amma mən A plus B-nin cəmini bilirəm ki, neçədir? 8-dir. Gətirib yerinə yazıram. 8 üstə gələk. C bərabərdir. C-ni biraz yaxşı yazım. C bərabərdir. 15-dirsə, C deməli neçədir? 7-dir. C-ni 7 tapdımsa, B-ni artıq tapa bilərəmmi? C 7-dirsə, B 3-dür, çünki cəm 10-dur. C 7-dirsə, B, A 5-dir. Çünki cəm 12-dir. Deməli, ən ağır çəkisi olan qarpızın çəkisi 7 kiloqramdır. Deməli, 1 alt-alta yazdıq. Sonra tərəf-tərəfə topladıq və ortaq vuruğu. Hamısından 2 dənə olduğuna görə 2-yə böldüm hər tərəfi. Mən burada A plus B-nin yerinə 8 yazdım. Siz istəsəz C plus B-nin yerinə 10 yazıb A-nı tapın. Baxın, bura 10 yazsam, yenə A neçə olur? 5 olur. A-nı 5 tapandan sonra yenə digərlərini tapa bilərsiniz. Və yaxud da A plus C-nin yerinə 12 yazın, B-ni 3 tapın. Yenə olar. Yəni, fərqi yoxdur. Əlimizdə olanların hansını istifadə edəsək, yenə eyni cavab, yəni doğru cavab alınacaq. 11-ci sual. Yalnız 0 və 1 rəqəmlərindən istifadə edərək əldə edilən 4 rəqəmli 2 ədədin cəmi aşağıdakılardan hansı ola bilməz? Yoldaşlar, bu avtomatik görünür ki, C-dir, amma baxaq, bir-bir təhlil eləyək. 2001-i mən yaza bilərəm 1000-lə 1001-in cəmi kimi yaza bilərəm? Bəli. Şərtimi ödəyirmi? Bəli. 2012-ni mən yaza bilərəm 1001, 1001. Yəni, müxtəlif formalarda yazma olar. Bu, onu ödədi mi şərtimi? 0-1-lərdən ibarətdir mi? Bəli. Amma C variantına baxın. Mən 1122-ni, bəli, belə yazım. Amma mən bura 0, 0, 1, 1. Yəni, artıq görürsünüz, bu artıq ədəd deyil. Burası, yəni, birinci ədədim mən 1-lə başlayır. Hökmən, çünki 1-lə 1-dir. 1000 var. Bura 0-la başlayır. Hər hansı bir ədəd 0-la başlaya bilər. Xeyr. Deməli, C variantı olacaq. C variantı məsələnin şərtini ödəmir. 12. Bir qrupda 75 tələbə var. Aşağıdakılardan hansı bu qrupdakı qız tələbələrinin sayının oğlan tələbələrinin sayına nisbəti ola bilməz? Ola bilər, daha doğrusu. Ola bilər. Yoldaşlar, nisbət verilibsə biz nə edirdik? O nisbəti cəmləyib yanına bir mütənasiblik əmsalı yazırdıq. Məsəl üçün atıram. C variantına baxın. 2-3 nisbətində deyirsə, mən yazırdım 2K üstə gələ 3K bərabərdir 75. Olurdu burada 5K bərabərdir 75. K bərabərdir 25. K burada bizim mütənasiblik əmsalımız idi. Bir dəfə gətirib 2'ye vurub 50. Bir dəfə də, bir dəqiqə 25 eləmirik, 15 eləyir. 15. Bu 15'i bir dəfə 2'ye vururuq 30. Bir dəfə də 3'e vururuq 45. Cəmimiz yenə 75 elədi mi? Bəli, 75 elədi. Baxın, C variantıdır deməli cavabımız. Amma digərləri niyə olmur ona baxaq. Məsəl üçün atıram B variantı niyə olmur? Yazıram 3x üstə gələk 4x bərabərdir 75. 7x bərabərdir 75. X bərabərdir 10 tam və yaxud da heç belə saxlayaq. 7-də 75. Yoldaşlar, əgər ki
söhbət insanlardan gedirsə, yəni oğlan qız, biz orada mütənasiblik əmsalını bu cür götürə bilmərik. Çünki mən aparıb x-in yerinə bunu qoyanda, məsəl üçün qız tələbələrin sayının oğlanları, bu qızlardır da 3x. Gətirib x-in yerinə mən 7-də 75 yazsam, burada tam ədəd alınmayacaq. Amma məsələ söhbət insanlardan gedirsə, burada hökmən ki, tam ədəd alınmalıdır, tam alınmalıdır. Amma burada kəsrlə alınır. Təbii ki, insanlar da kəsrlə ifadə edə bilməyəcəyimizə görə ödəmir. Heç biri. Baxın, A-da da 6x alınır, 75 6-ya bölünmür. D-də 9 ilə 8-in cəmi 17-dir, 75 17-yə bölünmür. Ona görə onlar məsələnin şərtini ödəmir. 13-də nə deyir? Kubun hər üzünə bir natural ədəd yazılıb, qarşılıqlı üzlərdə olan iki ədədin hasili həmişə eynidir. Kubun üzündəki ədədlərin cəmi ən az. Baxın, ən çoxu təbii ki, mən 10, 15, 5-ə nə taparam? Əkop taparam. Ən kiçik dedim. Bu 30-dur. 30-dursa 15-in qarşı üzündə 2-dir. 10-un qarşı üzü 3-dür. 5-in də qarşı üzü nədir? 6-dır. Bizə deyir ki, kubun üzündəki ədədlərin cəmini tapın. Bura eləyəcək 20, 30. Bura da eləyəcək 11. O da eləyir 41. Baxın, 30-u necə tapdım? Həm hasillər bərabərdirsə, mən əkop tapacam. 15-ə, 10-a və 5-ə əkop tapdım. Bu da nə oldu? 30 oldu. Deməli, hər bir üzdəki qarşı üzlərin hasilləri 30 olmalıdır. Baxın, 30. Bu da 30 eləyir. Bu da 30 eləyir. Deməli, ümumi kubun üzündəki rəqəmlərin cəmi də eləyəcək 41. Sonra 14-cü sual. 14-cü sualda nə istəyir bizdən? Verilən cədvəldə istənilən ardıcıl 3 xanadakı ədədlərin cəmi 15-dir. Arkadaşlar, bu cür məsələləri sadəcə yazmaqdır. Yəni, belə şifahi, bilmirəm, kim tapa bilirsə tapsın, amma mən yazmağın tərəfdaşıyam ki, dəqiq cavab alınır. Neçə dənə xana var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 2, 13, 14. 14 dənə xana var. 1, 2, 3, 4, 5, 14. Yazıram bir-bir mənə verilənləri. Burada A var, burada 7 var. Sonra 7-dən 3, 3, burada B var. B-dən burada 2 var. Burada da C var. Aha. Bizdən nə istəyir? A plus B. Yoldaşlar, demir 3 xanada rəqəmləri cəmi 15-dir. Mən bura yaza bilərəmmi? 8 minus A. Yenə baxın, bu 3 dənəsinin cəmi 15 eləyirmi? A-lar ixtisar gedir. 7 ilə də 8-in cəmi 15. Bəli, yaza bilərəm. Biz oranı yazmaya da bilərik. Çünki o başdakı xana lazım deyil bizə. Baxın, bura yazacam yenə. Bax, bu 3 dənə xana da 15-dirmi? Bura yazacam 8 çıx A. Yaxşı. İndi baxın, bir xana sürüşdürə gedirəm. Bu ikisinin cəmi 15 minus A-dırsa, bura bir A yazmalıyam ki, 3-ünün cəmi baxın 7, üstə gələ 8 minus A plus A. Yenə 15 eləyirmi? Bəli, eləyir. Yazdıq burada A-mızı. Sonra keçirəm, baxın bu 3 dənəyə. Bura 8 minus A, üstə gələk A. Elədimi 8. Bura deməli 7 düşməlidir. Əla. Sonra keçirəm bu üçlüyə. Bir xana sürüşdürürəm. Bunların cəmi nədir zaten? 15-dirsə, deməli A plus B plus 7 bərabərdir 15-dir. Deməli, A plus B cəmi nə imiş? 8 imiş. Yaxşı, bunu tapdıq. İndi gəlirəm cədvələ. Bu hissəyə baxıram.
Baxın, bu hissə də 15-dir də. Deməli, bura 7. Üstə gələk B. Bura 8 çıx B olmalıdır ki, cəm 15 olsun. Sonra keçdim, baxın, bu hissəyə. Bura deməli 7 olmalıdır ki, B üstə gələk. Burada B'lər gedəcək. 8 ilə 7-nin də cəmi 15 eləsin. Baxın, bu hissənin də cəmi 15 eləməlidir. Yəni 8 çıx B, üstə gələk 7, üstə gələk 2 bərabər olmalıdır 15-ə. Buradan 15 plus 2, 17, 17 çıx B bərabərdir 15-dirsə, B-ni tapdım nə? 2. B 2-dirsə, A-mız 6-dır. Əla. İndi yox, silməyək. İndi hardan hara bax? Ən son buradan belə baxmışdıq. İndi baxın, buradan belə baxacağıq. Bura 7, bura 2-dirsə 9, bura avtomatik nə düşür? 6 düşür. Sonra buradan belə baxacağım. 2, 6, 8, bura 7 düşür. Sonra bura baxıram. 6, 7, 13 eləyir. Burada nə düşdü? 2 düşdü. 13-ün üstünə 2 gəlməliyəm ki, 15 eləsin. Artıq mən A plus B-ni tapmışdım 8. 8-in də üstünə 2 gələcəm C-nin qiymətini. O da eləyəcək 10. Cavab B variantı. 14-cü sual. Aşağıdakı figurlar kiçik kvadratlardan əmələ gəlmişdir. 8-ci şəkildə neçə kvadrat var? Yoldaşlar, fikir verirəm ki, baxın, 1-də 1 kvadrat var. 2-də 4 kvadrat var. 3-də 9 kvadrat var. Baxın, sanki bunların kvadratlarıdır. 4-ün də kvadratı 16 olacaq deməli. Bizdən 8-i istəyir. 8-in də kvadratı 64. Cavab C variantı. 16. 220-dən kiçik kubdan mümkün ən böyük kub düzəldilərsə neçə kub işlənmiş olar? Neçə? Yox. 220 kiçik kubdan mümkün ən böyük kub düzəldilibsə neçə kub işlənmiş olacaq? Yoldaşlar, bax 220-dən kiçik variantlarda 220-dən kiçik olmalıdır. Yəni variantdakılarının kubu. Baxın, 4-ün kubu 64 eləyir. 9-un kubu eləyir 9, 729. 16-nın kubu 256 vur 16. 25-in kubu da 625 vur 25. Bax, görürsünüz, bunların hamısı 220-dən böyükdülər. Ən kiçik olan hansıdır deməli? 4. Cavab A variantı. 17. Salihdir, ədədin üzərinə 42 gəlməli idi. Bilmirəm ədədi. Səhvən deyir 42 çıxıb 88 aldı. Mən birinci bundan ədədimi tapıram. Ədədim tapıram ki 130'dur. Daha sonra deyir 130. İndi ki Salih əslində hansı cavab almalıydı? Əslində Salih 130'un üzərinə 42 gəlməli idi. Deməli, ədədim 130'dur. Yəni 130'dan üzərinə 42 gəlməli idi. Səhvən 42 çıxıb 88 alıb. Bu da olacaq 172 D variantı. 18. Aşağıdakı şəkildə hər bir tərəzidəki yüklərin çəkiləri verilmişdir. Yəni, ulduz dairə 9 kiloqramdır. 2 dairə, 1 ulduz 15 kiloqramdır. 1 ulduz, 2 kvadrat 19 kiloqramdır. Bizdən ulduzu soruşur. Çox asandır. Baxın yoldaşlar, 1 ulduz, 1 dairə 9'dursa, mən gətirib bunun yerinə 9 yazarım. Ümumi 15 olması üçün bu yumru nə olmalıdır? 6. Yumrunu 6 tapdımsa, gətirirəm birinci tərəzimə. Bu 6'dırsa, ümuminin 9 olması üçün ulduz nə olmalıdır? 3 olmalıdır. Cavab A variantı. 19. Aşağıdakı ədədlər müəyyən ardıcılıqla yazılmışdır. 1 dənə 1, 2 dənə 2, sonra 3 dənə 3, sonra təzdən yenə 1 dənə 1, 2 dənə 2, 3 dənə 3.
Deməli, mənim bu ardıcıllığım neçə dənə ədəddən bir təkrarlanır? Məndən 100-cü ədədi soruşur. 6 ədəddən bir təkrarlanır. Deməli, mən 100-ü böləcəm 6-ya. Düşəcək 16 tam qalıqda 4. Deməli, mən bax bu 6 dənə ədədi 16 dəfə yazacağam. Sonra qalığım 4 olacaq. Qalığın 4-ün, bax, birincisi bu, ikincisi bu, üçüncüsü bu, dördüncüsü bu olacaq. Deməli, mənim 100-cü ədədim 3 olacaq. Cavab C variantı. 20 və sonuncu sualımız. 200 ədədi ya 3-ə ya da 2-yə vurulur. Baxın, bunu sistem şəkildə yazacağım. Bax, 200-ü buradan yazdım. Deyir, ya 3-ə vurulur, ya 2-yə. Bir dəfə 2-yə vurdum, 400. Bir dəfə 3-ə vurdum, 600. Cavaba deyir, ya 1 ya da 2 vahid, ya 1-dir, ya 2 vahid artırılır. Hər ikisinə 1 vahid ya da 2 vahid. Bu olacaq 401, bu olacaq 402. Bu olacaq 601, bu olacaq 602. Sonra deyir ki, sonra alınan ədəd 3-ə və ya 4-ə bölünür. Bu heç biri 3-ə və 4-ə bölünmür. Ona görə bunu yazmıram. Bu 3-ə bölünür. Nə düşür? 1, sonra 10-da 3, 4, 4-ə bölünmür. Ona görə saxlayıram. Bu da 4-ə bölünmür. Bu da 4-ə bölünmür. Cavabımız deməli nəymiş? 134 D variantı. Yoldaşlar, bu qədər. İzlədiyinizə görə təşəkkür edirəm. Sağ olun.